Yenə ilk növbədə listening suallarına baxmaq lazımdır. Bəzən olur ki, dinləmədən belə mətni məntiqlə doğru cavablarını artıq elə şagirdlər var ki, tapır. Bunun özü də çox yaxşı bir haldır. Gəlin yoldaşlar, baxaq bizim deməli açar sözlərimizə. Görək söhbət nədən gedir. Burada baxırıq birinci suala. Birinci sualda deyir ki, what was the impact of Otto's disability on him? Deyir ki, Otto'nun əlilliyi onun üzərində nə kimi təsiri vardı? Baxın, lazy tənbəl deməkdir. Disappointed məyus edirdi. Burada uşaqlar C variantında burada I deyil, burada itdir. Sadəcə olaraq T hərfi düşməmişdi. Burada itdir. C variantında, yəni. It did not make him give up. O bundan heç vaxt vaz keçmirdi. Yəni tərgimirdi bunu. It prevented him from doing physical activities. Onun fiziki fəaliyyətini önləyirdi, yəni imkan vermirdi. Y variantında da it don't let him to brave enough. O, yəni həmin o əlilliyi ona kifayət qədər cəsur olmağa icazə vermirdi. İkinci sualda deyir ki, currently Otto, yəni hal-hazırda Otto is a professional sportsman, professional bir idmançıdır. Works as a teacher at school, məktəbdə müəllim kimi çalışır. Is working at a school for disabled children, əlil uşaqlar üçün olan bir məktəbdə işləyir. Teach social studies, ümumi sosial şagirdləri öyrədir. Üçdə nə deyir? Mətin nədən bəhs eləyir? The career of a journalist, bir jurnalistin karyerası. Success of a disabled person, bir əlil şəxsin uğuru. Otto's career is as a sportsman. Otto bir idmançı. Otto'nun idman karyerası, idmançı kimi karyerası. Education for disabled people, əlil insanlar üçün təhsil. A book about disability, əlillik üçün əlillik haqqında kitab. Dörddə isə deyir, dördüncü sualımız true false-a bölünür. Doğru, yanlış. Otto still works as a journalist. Otto hələ də jurnalist kimi çalışır. Otto wrote a book about the life of disabled people. Otto deməli əlil insanlar üçün kitab yazmışdı. Gəlirik. Dördüncü. Otto's parents sent him to a special school. Otto'nun valideynləri onu xüsusi bir məktəbə göndərir. Otto is satisfied with his life. Also, he was born his disabilities. Otto'nun deməli əlil deməli with his life. Also, he was born with o əlilliklə doğulmasına baxmayaraq, yəni Otto bunun heç bir təsiri yox idi. Belə, yəni mənası buna gəlib çıxır. Keçən dinləməmizi dinləyək, görək söhbət nədən gedir. Bu bizim tanış olduq listeningimizdən, suallarından. İndi özünü dinləyək, tapaq görək burada doğru cavablarımız nələrdir. Unit 2. Listen to the passage and answer the questions from 1 to 4. Hirotaka Ototake is a happy, successful man. He graduated from Waseda University, one of Japan's top universities. While he was a student there, he played various sports. After graduating from the university, he worked as a sport journalist. Then he wrote a book about his life. Mr. Ototake, or Otto, has a disability. He was born without arms and legs. Otto's parents sent him to a regular school. They didn't want him to go to a special school for children with disabilities. Otto said that it is sometimes hard for people to feel comfortable around someone with disabilities. By going to a regular school, Otto helped his classmates learn about people with disabilities. He showed them that people with disabilities were just like them. Now,
Otto works as an elementary school teacher in Tokyo. He teaches science and social studies. Otto's disability taught them to be strong and to work hard. Otto shows that anything is possible if you work hard. Belə, dinlədik dinləməmizi. İnşallah ki, özünüz də yenidən bu QR kod eləyərək dinləyərsiniz. Baxın uşaqlar, birinci sualda belə idi ki, Ottonun əlilliyi onun üzərində nə kimi təsiri var idi? O əsla vaz keçmədi. Yəni, öz arzularından, ümidlərindən vaz keçmədi. Nə tənbəl oldu, A variantı kimi, nə bedəki kimi məyus oldu, nə o fiziki aktivitələrindən geridə qaldı, nə də ki, onun cəsur olmağına maneə törətdi. Deməli, burada C variantıdır. O, heç vaxt vaz keçmədi. Deməli, bir də doğru variantımız olur C variantı. İkinci, currently Otto, hal-hazırda Otto neynirdi? Baxın uşaqlar, orada a professional sportsman demədi. O bir müəllim kimi çalışdığına görə, deməli, burada nədir? Bir səhvdir, ona görə nə etmək lazımdır? Gəlin bir olanları çıxaq, D-ni çıxın, B-ni çıxın, qalaq bu birisilərdə. 2-də works as a teacher at school, məktəbdə bir müəllim kimi çalışır, bəli. 2 doğrudur, onda variantında çıxaq. 2, 3, 2, 4 baxaq bunlara. 2 doğruydu burada. 1 getdi. Deməli, is working at school for disabled children. Deyirkən, deməli, 50 şagirdlər üçün olan bir məktəbdə işləyir. Elə bir şey yox idi. 4-də deyir ki, social studies teach, o sosial deməli elmləri öyrədir. Sosial elmləri öyrədir. Ona görə 2, 4 doğrudur. Burada bizim doğru variantımız Y variantıdır. 3-də nə deyir? Mətn nədən bəhs eləyir? A variantı deyir ki, a career of a journalist, bir jurnalistin karyerası. Burada o değildi. Çünki orada o artıq müəllim kimi çalışdığına görə A variantımız yanlışdır. B variantı success of a disabled person. Baxın uşaqlar, elə biz ilk sualdan disability-ni, əlilliyi gördük. Deməli, söhbət əlil bir şəxsdən gedir. Burada bizim bir xüsusi isimimiz də var, Otto burada. Və onun uğurları var. Çünki biz birinci cavabında C variantını tapdıq, axı o vaz keçmədi. Yəni, o təsir oydu ki, o vaz keçmirdi. Ona görə C variantına baxırıq. O bir, deməli, B variantı daha doğrudur. C variantına baxanda Otto'nun bir idmançı kimi karyerası bu deyildi. C variantı deyildi. Əlil insanlar üçün təhsil deyildi. Mətn ondan bəhs eləmirdi. Əlillik üçün yazılan kitab deyildi. Yəni, bizim doğru variantımız 3-də B variantı uyğun gəldi. 4-də nələrdir? True, false olaraq. Otto still works as a journalist. Biz yuxarıda da qeyd elədik, tapdıq. Orada ikinci sualda bir müəllim kimi çalışır. Ona görə works as a journalist əlbəttə ki, səhvdir. Ona görə bir də burada B doğru variantdır. İkincidə Otto wrote a book about the life of disabled people. Otto deyir, əlil insanların həyatı üçün kitab yazdı. Elə bir şey yox idi. Burada da false-dur. Bu da geçsin. Daha sonra 3-ə baxaq. Otto's parents sent him to a special school. Uşaqlar, orada fikir verdiysə regular school deyirdi. Yəni, ümumi olan adi bir məktəbə göndərmişdi. Burada isə special school deyir, xüsusi məktəb. Ona görə burada da bir variantı uyğun gəlir. 4-də nə deyir? Otto is satisfied with his life, also he was born with disabilities. Baxmayaraq ki, o, deməli, o deyir, öz həyatı ilə barışmışdı, uyğunlaşmışdı. Baxmayaraq ki, əlil doğulmasına baxmayaraq, yəni. Ona görə burada A variantı doğrudur. Bu bizim dinləmələrimiz. Keçirik qısa mətnlərə. Görək bugünkü bu dəfəki sınaqda olan mətnlərimiz nədən bəhs eləyir. Deməli, baxaq. Do you have a notebook? Gathering dust. Gather sözü normalda toplaşmaq deməkdir. Burada isə deyir ki, sənin
toz basmış, toz yığılmış köhnə bir velosipedin varmı? Trade it in for a shiny new with a good discount. Dersən onu yeni birisi ilə əvəz eləyə bilərsən. Bring your old bicycle and take home a brand new ones less. It's time for an upgrade. Deyir ki, sən o köhnə velosipedi gətir, elə tam indi vaxtıdır onu yenisi ilə aşağı qiymətə dəyişməyə. Doğru variantı seçirik burada. Görək söhbət nədən gedir. Baxın uşaqlar, ada deyir ki, a bicycle shop offers customers to repair their old bicycles. Deyir, velosiped mağazası müştərilər üçün təklif eləyir ki, köhnə velosipedləri təmir eləsin. Burada təmir yox, burada dəyişirdi. Köhnə ilə yenini. Ona görə A variantı burada yanlışdır. A variantını çıxaq. B variantında a bicycle shop sells old bicycle with special discount. Deyir, bicycle velosiped mağazası köhnə velosipedləri satır aşağı qiymətə. Xeyr, satmırdı. Dəyişirdi. B də yanlışdır. Gəlirik, deməli, C variantına. A bicycle shop offers customers to sell a new bicycle with a discount. Deyir, velosiped mağazası təklif edirdi müştərilərə yeni velosipedlərini aşağı qiymətə satmağa. Bu da yanlış idi. D variantında a bicycle shop offers a discount to customers to give their old bikes. Baxın uşaqlar, bu doğru ola bilər. Old bikes, çünki burada deyir, bring you, baxın, köhnə velosipedi gətir. Burada bizə vermişdik, bax, bu hissədə. Ona görə D variantı doğru variantı. Y-yə də bir göz salaq. A bicycle shop offers new bicycle with home delivery. Deyir ki, velosiped mağazası yeni velosipedləri evə gətirməyi təklif eləyir. Xeyr. Elə D variantı bizim doğru variantımızdır. Burada deyil yoldaşlar. Keçək 6-cı testimiz, mətnimizə baxaq. Have you always dreamed a painting but never tried it? Deyirsən, heç arzusunda olubsanmı şəkil çəkməyin və bunu da heç vaxt buna da cəhd etməmisən. Join our free drawing course and turn your dream into reality. Deyir, gəl bizim rəsm çəkmə kursumuza qoşul və elə öz arzunu gerçəkləşdir. Discover your inner artist with an expert guidance, sign up now and let your creativity flow. Deyirsən, elə indi özünün daxili rəssam olmağını bir ekspert bələdçi ilə kəşf et və bunu özündə yaratmağa icazə ver, yarat. Doğru variantı seçirik. Baxaq görək nədir. A variantına baxırıq. A painting school offers painting courses for free. Deyir, bir rəsm məktəbi, rəsm çəkmə kursu, deməli, pulsuz rəsm çəkmə kursunu təklif edir. Baxaq görək, elə A variantı doğrudur. Digərlərinə də baxaq. A-nı saxlayaq yadda. A drawing school offers a discounted course. Bir rəsm çəkmə məktəbi bir pulsuz kurs təklif edir. Xeyr. A drawing school is looking for a professional artist. Deyir, rəsm çəkmə məktəbi profesional rəssamlar axtarır. Elə bir şey də deyildi. C variantı da yanlışdır. Baxaq görək, D-yə də yanlışsa cavabımız A-dır. Expert artists are offered a painting course. Deməli, ekspert rəssamlar təklif olunurlar. Deməli, rəsm kursuna. Xeyr, bu da deyildi. Onlar deyir ki, yəni sənin içində əgər həmişədən bir arzun olubsa rəsm çəkmə və bunu heç vaxt etməmisənsə, buyura bilərsən bizim pulsuz rəsm dərnəyimizə, kursumuza. Amateur artists offer a painting course. Amateur artistlər, rəssamlar bir rəsm kursunu təklif edir. Amatordakı uşaqlar yeni başlayan. Ona görə Y variantı da deyil, elə burada da A variantı tam da doğrudur. Keçək 7-ci olan sualı qısa mətnimizə. I am currently exploring preschool options for my 2-year-old son. I would like to know about the package you offer. Mən deyir, hal-hazırda axtarıram. Şolar, preschool, belə deyək də, məktəbə qədər necə deyirik? Məktəbə qədər deməkdir. Mən deyir, hal-hazırda məktəbə qədər deməli
olan 2 yaşlı oğlum üçün məktəbə qədər olan yer axtarıram. Hansı ki, orada bilmək istəyərəm ki, sizin package yeməyiniz haqqında, yəni yemək servisiniz haqqında xidmətiniz nədir? Bunu bilmək istəyərdim. Could you please provide information regarding your nation program, including meal plans? Deyir ki, sizin yeməklər daxil olan qida proqramınız hər hansı təqdim eləmək üçün bir planınız varmı? Zəhmət olmasa onunla bu informasiyanı təmin eləyəsiniz. Additionally, bundan əlavə, bundan başqa, I would like to know about the sleeping hours provided for the children. Və bundan əlavə olaraq bildirmək istəyir ki, yəni istərdim ki, uşaqların deməli yatma saatlarının təminatı haqqında da bilmək istəyərdim. It would also to helpful to know about games. Baxaq ardına. You provide for kids. Deyir ki, deməli eyni zamanda istərdim ki, həmçinin uşaqların oyunları haqqında da, körpə uşaqların oyunları haqqında da nələri təmin edirsiniz, onu bilmək istəyərdim. Thank you in advance for your help və köməyinizdən dolayı təşəkkür edirəm. I look forward to hearing back from you soon. Və mən intizarla böyük həvəslə uşaqlar, look forward intizarla deməkdir. Belə deyirik, dörd gözlə gözləyirəm. Onun mənasına gəlir və mən çox intizarla sizdən bunları eşitməyi intizarla gözləyirəm. Baxaq görək variantlarda nə göstərir, nə deyir bizdə. A variantında nə deyir? A parent wants to get information about meals in the preschool. Deyir, bir valideyn deməli əldə eləmək istəyir informasiya hansı ki, məktəbə qədər olan bir yerin təklif elədiyi yemək haqqında bilmək istəyir. A variantı dursun, baxarıq. Bir variantı, a kindergarten gives information about their package. Bir deyir, uşaq bağçası özünün yeməyi haqqında informasiya vermirdi. Baxın uşaqlar, niyə vermirdi? Çünki burada bu informasiyanı almaq istəyirdi. Axı informasiya verilmirdi. Baxın, burada diqqətli olaq. Üstündən xətt çəkirik. B variantının. A variantı da dursun sualdır hələ bu. C variantında. Information is requires about the games played at school. Məktəb, baxın uşaqlar, burada school deyir. Burada school'la preschool'a fikir verin. Bu məktəbə qədərdir, bu məktəbdir. Elə bu məktəb sözünə C variantı da yanlışdır. Baxın, burada məntiqimiz işləməlidir. Çox diqqətli olmalıyıq. Necə ki deyirdi, burada deməli bir variantında informasiya verilir. Burada informasiya heç kəs vermirdi. Burada informasiyanı valideyn özü gözləyirdi çünki. D variantında deyir ki, a parent asks a preschool about price plans. Deyir ki, bir valideyn məktəbə qədər deməli qiymətlər haqqında məlumat istəyir, onların qiymət planları haqqında soruşur. Burada elə bir şey var idi mı? Baxaq, yox idi axı elə bir şey burada. Deməli, qiymət haqqında heç bir şey yox idi. Bir də baxaq, nəzər salaq. 2 yaşlı oğluna məktəbə qədər axtarırdı, məktəbə qədər olan yer axtarırdı. Orada da yeməklə ilk növbədə yemək planı var. Baxın, meal plans var. Burada isə, baxın uşaqlar, burada meal plans var. Diqqətli olun. Burada isə bizdə nə deyir? Burada da deyir ki, price plans. Bax, ona görə D variantı da yanlış oldu. Y variantına baxaq. A parent is concerned about bedtimes at school. Aha, baxın, burada da at school dedi. Deməli, düz qənaətə gəldim. Burada da doğru variant A variantıdır. Çünki uşaqlar orada deməli məktəbdə deyir ki, yatmaq vaxtı haqqında məlumatlamaq istəyirdi. O da yanlışdır. Ona görə A variantı doğru variantımızdır. Keçək növbəti mətnimizə, bütöv mətnimizə. Baxın uşaqlar, Baykal gölü haqqındadır. Burada da fikir verməliyik. Çünki burada bəzi isimlər
yerlərini dəyişir. Burada məsəl üçün bir mətn eləyərkən xüsusən illərdir, tarixlərdir. Bunların hamısını ilk öncə deməli bir kənarda yaxud da ki işarətləyin ki, bu sizin işinizi daha da asanlaşdırsın. Sadəcə mətnə elə belə bir göz salaq, görək Baykal Gölü haqqında hansı məlumat verilib. Baykal is a large lake. Baxın, large dedi. Bunu ilk yadda saxlayaq. Large lake in Russia, which is situated in Siberia. Baykal de Rusiyada yerləşən böyük göldür. It is the world's seventh largest lake. O dünyada 7-ci geniş böyük göldür. Also the second largest lake in Eurasia after the Caspian Sea. Baxın, uşaqlar, Caspian Sea də Xəzər dənizi deməkdir. Baxın, after the Caspian Sea. Xəzər dənizindən sonra Avrasiyada o ikinci böyük göldür. İkinci böyük göldür. Bunu yadda saxlayın. Burada Xəzər dənizində çünki adı keçir, çaşdırıcı sual sala bilərlər. Baykal is also the world's deepest freshwater lake with 1642 meters. Deyir ki, Baykal dünyadakı təmiz suyuna görə 1642 metr dərinliyində olan ən dərin, world's deepest, ən dərin göldür. Harda qaldıq? It holds more fresh water than all the North American Great Lakes combined. Deyir ki, o neynir? O öz tərkibində təmiz suları Şimali Amerikada olan böyük göllərin kombinasiyasını edir və bütün o göllər arasında ən təmiz suyu özündə birləşdirir. The water is very clear. Həmin deyir su, o su çox təmizdir. From the surface, one can see to 40 meters deep. Sən deyir artıq suyun üzərindən 40 metr dərinliyindən suyun səthinin 40 metr dərinliyini görə bilirsən. It is not very salty and it contains few minerals. O deyir duzlu deyil, baxın, o çox duzlu deyil və az sayda minerallar birləşdirir özündə. Baykal is the oldest lake in the world, dating back to 25-30 million years. Deyir, Baykal dünyanın ən qədim göllərindəndir ki, hansı ki onun var olma tarixi 25-30 milyon illərə dayanır. Plant and animal life in the lake is rich and various. Deyir ki, bitki və heyvanların, deməli, burada olan bu göldə çox zəngindir, cürbəcürdür bitki və heyvan növləri. It is home to thousands of species of plants and animals. O deyir, minlərlə deməli, bitki və heyvan növlərinə ev sahibliyi edir, hansı ki, many of are endemic. Uşaqlar, endemic, yəni aslında başqa yerlərdə də ola bilən, yəni yayılmış, başqa yerlərdə də ola bilən yaygın heyvan və bitki növlərini özündə birləşdirir. Numerous land mammals can be found around the lake, such as a brown bear, Eurasian wolf and red fox. Deyir ki, həddindən artıq, yəni böyük ölçüdə torpağın üstündə məməlilər var ki, hansı ki, o göl ətrafında tapıla bilər. Nə kimi? Qəhvəyi ayı kimi, Avrasiya canavarı və qırmızı tülkü kimi bu kimi məməllər də tapmaq mümkündür. Baykal's climate is much milder than that of the surrounding territory. Baykalın deyir iqlimi onun ətrafında olan digər iqlimdən daha mülayimdir. The lake is surrounded by mountains və eyni zamanda bu göl dağlarla da əhatə olunmuşdur. Industries along the shores of Baykal include mining, shipbuilding and fisheries. Many tourists visit Baykal and Russian government declared the Baykal region special economic zone. Deyir ki, uşaqlar, baxın, burada nə deyir? Deyir, bu göl öz ətrafında dağları birləşdirir. Burada bu Baykal sahili boyunca sənayilər vardır, hansı ki, bunlara baxaq görək, mədənçilik, uşaqlar, mining mədənçilik deməkdir, shipbuilding mədənçilik, gəmiqarmə və balıq tutma kimi sənayeləri var. Many tourists visit Baykal, çoxlu deyir turistlər
Rusiya Baykala gəlir və Rusiya hökuməti eyni zamanda declared bəyan elədi, elan elədi deməkdir. Baykal ərazisini xüsusi ekonomik zona kimi deməli elan vermişdi, bəyan etmişdi. Gəlin görək indi suallara baxaq, görək suallar nədən bəhs edir. Deyir ki, baxaq burada. Baykal is rich in minerals. Baxın uşaqlar, burada nə deyir? Deyir Baykal çox minerallar tərkibində var, amma biz bayaq sizdən oxuduq ki, few mineralsdır. Burada bir yanlışdır. Gəlin çaşmamaq üçün bir olan variantları çıxaq. B ilə C variantını çıxdıq. İkinci sual. 2 dənə deyir. The Caspian Sea is the largest lake in Eurasia. Deyir ki, Xəzər dənizi Avrasiyadakı ən geniş dənizdir. Bəli, Xəzər dənizi geniş idi, Xəzərdən sonra Baykal idi. Deməli 2 doğrudur. 2 doğrudursa da onda 3 olanı gəlin ataq. 3 geçsin, 3 ilə 4 olan. Baxaq indi yerdə qalanlara. The depth of Baykal is 40 meters. Deyir ki, Baykalın dərinliyi 40 metrdir. Axı elə değildi. Burada başda var idi. Baxın uşaqlar, burada altına xətt çəkirəm, diqqətli olun. Lake with 1642 meters deepest. Onun yəni dərinliyi 1642 metr idi. Deməli 3 də yanlışdır. 3'ü də buradan çıxanda doğru variantımız D variantı qalır. 2 və 4. Bu bizim doğru variantımızdır. Keçək 9-cu sualımıza. What is the passage mainly about? Mətn nədən bəhs eləyir? The plants and mammals of Baykal. Baykalın bitkiləri və animals. The plants and animals of Baykal. Baykalın heyvanları və bitkiləri yox, onun dərinliyi də var idi. Hansı dənizdən sonra gəldiyi də var idi. Sırf yəni bunlardan bəhs etmədi. Ona görə düşünürəm ki, A variantı deyil. Baxaq B variantına. The deepest freshwater lake deyir ən dərin təmiz suyu olan göl. Səhv eləmirəmsə burada belə bir cümlə var idi. Baxın uşaqlar, burada elə bayaq göstərdiyim bu yerdədir. Deepest freshwater lake. Özdə worlds, dünyadakı in the worlds var. Deməli, nə qəşəng. Bizim doğru variantımız 9-da elə B variantıdır. Digərləri nə göstərdi bizə? Baykalın ətrafında sənaye, dünyanın deməli təmiz suyu olan gölləri. Baxın uşaqlar, sanki B variantı ilə D variantında eyni bir şey var. Amma məna eynidir. Sadəcə burada lakesdir, göllərdir. Burada bir dənə Baykaldan söhbət gedirdi. The history of Baykal. Baykalın tarixi əlbəttə ki, yox. Baykaldan ümumi söhbət getdi. 9-da B variantı bizim doğru variantımızdır. Ona baxaq nə istəyir? Düzgün deyir. Qiymətləndirməni düzgün olanını seçin variantlardan. Baykal is located in mountainous region. Baykal deyir dağlıq ərazidə, dağların yəni ərazisində yerləşir. Orada var idi. Mətnə geri qayıtsaq görərdik. Elə orada ilk mountain yazılmışdı. Baxın uşaqlar. The lake is surrounded by mountains. Bu doğrudur. Deməli, onda nədir? A variantını yadımızda saxlayaq burada. B variantında Great Lakes hold more fresh water than Baykal. Böyük göllər deyir Baykaldan daha çox təmiz suya malikdir. Xeyr, o dünyanın ən təmiz sulu gölüdür. Ona görə də deməli bu yanlış idi. Baykal has the most severe climate in the region. Severe yəni sərtdir, amma orada necə idi mətndə daha yumşaq idi. Ona görə C variantı getdi. Bu yəni sərt deməkdir yer gəlmişkən. Baykal is a home of polar bears. Deyir Baykal qütb ayılarının evidir, amma orada nə idi? Brown biya var idi orada. Heyvanlardan tapaq onu işarətləyib Brown. Baxın, brown biya idi. Deməli, burada polar biyadan söhbət getmədiyinə görə D də yanlışdır. D variantını çıxaq. Salty water makes Baykal unique. Deyir, duzlu sular Baykalı qeyri-adidir. Bu da yanlışdır. Doğru variantımız 10-cu sualımızın doğru variantı A variantıdır. Burada bizim variantımız A'dır. Baxaq görək 11-də nədir? Animals living around Baykal are. Heyvanlar deyir Baykalın ətrafında
yaşayırlar. Baxaq. Most typical only for this region. Deyir, əsasən burada bu ərazi üçün olan tipik, yəni yalnız bu ərazi üçün olan tipik heyvanlar var idi. Əksərən. Deməli, burada var idi. Orada var idi Avrasiya canavarı, qırmızı tülkü və deməli qəhvəyi ayı. Qəhvəyi ayı. Ona görə bir doğrudur. Orada var idi. Özünün səciyyəvi heyvanları bunlar idi. İkinci, found everywhere. Hər yerdə tapılan idi. Only mammals, yalnız məməlilər. Brombiyə. Evet, baxın, burada 4 də doğrudur. 1-4 bizim doğru variantımız olsun. Burada hər yerdə tapılan idi. Animals living around Baykallar hər yerdə. Yox, hər yerdə tapılmırdı. Onun özünə aid olan heyvanları bu ərazi üçün olanları idi. Amma yenə orada əksərəndəkin belə idi. Yaygın idilər. Ona görə 11-də doğru variantımız düşünürəm ki C variantıdır. C variantı burada doğru variant oldu. Keçək 12-yə. 12-də görək nə soruşur bizdən. There are hardly any fish in Baykal. Deməli, burada nədir? 12-ci sualda. Yenə burada da doğrunu istəyir. There are hardly any fish in Baykal. Deyir, Baykalda heç balıq yox idi. Baxın, burada balığın adı. Şolar, burada o sənaye, industri olandan fisheries var idi, balıq tutma. Deməli, orada balıq var ki, balıq tutma da var. Məntiqlə budur. Yəni, məntiqə varsaq budur. Burada isə deyir, yoxdur. Onda bir yanlışdır. Biri çıxın. 2-də nə deyir? Baykal is the largest lake in the world. Deyir, dünyanın ən geniş deməli, gölüdür. Baykal dünyada ən geniş olanıdır. Axı, orada elə deyildi. Orada elə demirdi. Orada dərin idi. Fresh water'sı olan göl idi. Onda 2 də yanlış oldu. Baykal is a tourist destination. Həmişə turist yeri olur Baykal. 3 doğrudur. Orada var idi, turistlər gəlirdi. Mətnə baxarıq. An economic zone was established in the Baykal region. Baykal ərazisində orada əsası qoyulmuşdu, ekonomik zona var idi. Hansı ki, orada industrilər var idi. Bayaq sadaladıqlarımız. Biz nəyə baxacaqdıq burada? Turistlər üçün, turistlərin hədəf yeridir. Burada turist var idi. Bir oranı tapaq, baxın. Many tourists buradaydı. Baxın, many tourists visit Baykal. Gördünüz, bu belə. Deməli, uşaqlar, 12-də bizim doğru variantımız nə oldu? 3-lə 4 oldu. 3-4 bizim doğru variantımızdır. Keçək nəyə? Qrammatik suallar. 13-dən 25-ə qədər də bizim qrammatik suallarımızdır. Baxaq. Do you like my new glasses? Sən mənim yeni eynəyimi xoşladınmı? Yes, I love. Baxın, uşaqlar, biz nə öyrəndik? Öyrənmişik ki, feillərdən sonra obyekt əvəzliyi gələr. Ona görə də burada glasses cəm olduğuna görə nə etməliyik? It olanı çıxmalıyıq. Z şəxs əvəzliyini çıxırıq. Ona görə ki, burada love feil var. Feildən sonra obyekt əvəzliyi gələr. Ya 7, ya A variantıdır. Burada cəmsim olduğuna görə əlbəttə itlə də verə bilmirik. Qalır A variantı. I love, deməli, them because they look very nice. Mən onu sevdim. Çünki o çox gözəl görünür. Keçək 14-cü sualımıza. Uşaqlar, burada mübtəda xəbər uzlaşmasıdır. Burada da diqqətli olaq. Baxaq, nə var burada? Deməli, all of the flour were used for baking Swiss. Baxın, uşaqlar, biz təyinləyici əvəzliklərdə all of-u adətən xəbərini cəm görmüşük, amma burada unutmuruq ki, all of-dan sonra flour cansız, yəni belə deyək, salmen isim gələrsə, onun xəbəri tək olar, bir yanlışdır. Bir olanları gəlin çıxaq. Bir olanlar çıxdıq. Ya cavabadır, ya da dediyini bir dəqiqə baxaq. Görək cavabımız nədir? Deməli, 3-ə baxırıq. A lot of food choices were given on the menu. Çoxlu deyir. Deməli,
3-ə baxmır, 2-yə baxaq. Deməli, a good pair of scissors is not easy to find. Baxın uşaqlar, burada a good pair of scissors bir cüt deyir qayçını. A good pair of scissors is not easy to find. Tapmaq asan deyil. Yaxşı bir cüt qayçını tapmaq asan deyil. Burada 2 bizim doğru variantımızdır. A pair of təkdədir. Xəbərdə təki gəldiyinə görə 2 doğrudur. 3 dənə var. A lot of food choices were given. Food sayıla bilmədiyinə görə bilirik ki, a lot of'dan sonra cəm də gəlir, sayılmayan da gəlir. Burada food choices were given. Burada uşaqlar iki isim yanaşı gələndə ikincisinə baxırıq. Ona görə deməli qida seçimləri cəm olduğuna görə were də cəmdədir. Ona görə 2-3 doğrumuz olur. 4 dənə var, 4-də baxaq. A basket of orange was in the kitchen. Baxın uşaqlar, burada ofdan əvvələ baxsaq, basket təkdədir. Lakin burada bir məqam var ki, bu numerativ sözlərin içində basket olanda, məsələn, basket varsa da, burada orange olmalı idi. Yəni, bir səbət dolu portağal. Orada portağalların sayı artıq çoxdur. Ona görə burada ofdan sonra burada oranges bir S olmalı idi. Ona görə burada 4 yanlışdır. Bizim 14'lü doğru cavabımız D variantımız oldu. 14D. 15'e baxırıq. Mike and Wilson's project was much better than my colleagues. Deyir ki, Mike və Wilson'un layihəsi. İkisim yanaşı gələndə ikincisinə baxırıq. Deməli, burada project sayıla bilməyən tək isimdirsə də, bunu onda biz itlə verməliyik. Belə olur onda da. Deməli, nə edirik? Uşaqlar, zeyləri gəlin çıxaq, yerdə qalanlara baxaq. Cümlədə cümlə bitir. My colleges-lə bitdi və isim gəlmir. İsim gəlmədiyinə görə nə edirik? İsim gəlmədiyinə görə burada A variantını çıxırıq, qalır C variantı. Çünki biz bilirik ki, həm aslıdır, həm müstəqildir, həm özünə sonra isim tələb eləyir, eyni zamanda həm də eləmir. Ona görə 15-də doğru variantımız C variantıdır. 16-ya baxaq. Hannah is one of those people who like to read comic books. Baxın uşaqlar, burada deməli, Hannah is one of those people. Hannah o insanlardan biridir. Hannah tək, xəbər tək. Bu doğru. People cəm, like cəm. Deməli, burada bir doğrudur. 2-yə baxırıq. The number of, biz bilirik, a number of var, the number of var. The number of-un xəbəri nə eləməlidir? Tək olmalıdır. Ona görə gross olmalıydı. 2 yanlışdır. 2-ni çıxırıq. Gəlirik 3-ə. The neighbors on my street demand police protection. Uşaqlar, həmişə yadınızda qalsın. Söz önü olanda söz önündən əvvələ baxırıq. Neighbors qonşularım o cəmdədir. Ondan sonra gələn demand. Bu da cəmdədir. 3 doğrudur. Deməli, onda variantımız 1. 4-ə baxaq. İç ofun yadınızda qalsın ki, özündən sonra iç ofdan sonra cəm isim gəlsə də xəbəri tək olardı. Ona görə B variantı doğru variantımızdır. Keçək 17-ci sualımıza. I think of the girls has poor grades. Baxın uşaqlar, burada xəbərə mütləq fokuslanmalıyıq. Burada xəbərimiz xəbərin altdan rahat xətt çək. Xəbər has burada tək olduğuna görə baxırıq no-dan sonra of gəlmir, everydən sonra of gəlmir. Boss of olur. Bəli, əlbəttə ki, boss of olur. Amma boss'un hər zaman xəbəri tək olduğuna görə boss da çıxırıq. Cavabımız nə qalmalıdır? 1, 3, 4 A variantı qalmalıdır. 18-ci testimizə baxaq. The police are looking for criminals. Uşaqlar, bir doğrudur. Polis cəm isimdir. Xəbər də cəmdədir. Bir doğru. Birimiz doğrudur. 2-yə baxırıq. Each of the participant response olardı. 2 yanlışdır. Each of'un xəbəri cəmdədir. 2 yanlışdır. 3-ə baxırıq. People, the people who listen to that music is few. O insanlar ki var, hansı ki musiqi az qulaq asır. Burada people, baxın, cəmdədir. Burada who listen.
burada nədir? Düz gəlməyən. Burada nədir? That music is few. Burada nədir? Baxın uşaqlar. Deyirəm, axı, bu niyə belə gəlir? Burada few varsa da, baxın, few. Burada few'yə görə burada xəbər arla olmalı idi, cəm olmalı idi. The people who listen to that music are few. Hansı ki, o musiqiyə qulaq asan insanlar daha azdılar. Ona görə burada few varsa bu is səhvdir. Mən də çaşmışdım bir anlıq. 4-də deməli, 4-də nədir? Burada bizdən əvvələ baxırıq. Nə var burada? Woman var. The woman, all her dogs, walks. Deməli, bizdən əvvəl woman təkdədir, gəzmək. Walks sözü də təkdə olduğuna görə, deməli, doğru variantımız nə çıxdı? Polis cəmdə, xəbər cəmdə. Bəli, cavabımız 1-4 variantıdır. 19-a baxaq, 19-a baxaq. Bu üçdə mütləq 18-in üçünə bir daha diqqət eləyərsiniz. Yenə deyirəm, burada the people who listen to that music are few. O musiqiyə qulaq asan insanlar daha azdılar, lap azdılar. Burada yenə insana bağlı olduğuna görə həm də few var idi. Burada nəzərdən qaçırtmırıq yoldaşlar. Baxın, bu daha səlqəli olsun. Burada bu few'ya görə getdi. Burada xəbər cəm olmalı idi. Tutalım ki, yazılmalı idi are. Bax, bu cür olmalı idi. 19-cu testə baxırıq. Angel's cat hurt foot last week but almost better now. Baxırıq nəyə yoldaşlar? Burada nədir? Deməli, nöqtələrdən sonra isim olduğuna görə apostroflu olanları çıxırıq. Onda belə çıxır ki, anı, adı, bedi, yedi. Bunlar çıxdıq. Qalırıq dedə, qalırıq sədə. Bax, görək burada nədir? Deməli, uşaqlar, it şəxs əvəzi idi. Özündən sonra cümlə başladar və xəbər gələr. Ona görə də C variantında çıxdıq. Qaldı D variantı. Angel's cat hurt. Deməli, its foot, öz ayağını onun pişiyi incitdi, zədələdi keçən həftə. But it is almost better. Lakin o indi daha yaxşıdır. Və buradakı bizim it izimiz cümləmizin xəbəri dırdır şəkilsini yerinə yetirmiş oldu. Deməli, baxaq 20-ci sualımıza. Burada nədir? 20 volunteers at the place of the... Burada 20 volunteers 20 könüllülərdən söhbət gedir. Bilirik ki, bir rəqəmindən sonra an artikılıdır, bir rəqəmidir. Bunlardan sonra gələn isimlər mütləq cəmlənməlidir. Seni, yeni, həzi çıxan, burada da will be olardı, yoxdur. Deməli, doğru variantımız bizim A variantıdır. A bizim doğru variantımızdır. 21-ci sual. What is sold in clothes shop? Baxın, uşaqlar, iki isim yanaşı gələndə, burada nə etmək lazımdır? İki isim yanaşı gələndə həmişə ikincisinə baxmaq lazımdır. Burada shop təkdə olduğuna görə bu zaman onda belə olur ki, anı, seni, yeni gəlin çıxaq. Baxaq, dedimi, yoxsa bedimi? Deyir ki, bir tərcümə eləyək, bu zaman düz taparıq. What is sold in this mi, that mi, clothes shop? Deyir, bu paltar mağazasında what is, nə satılır? Baxın, uşaqlar, nə satılır deyirsə, burada no one heç kimsə deməkdir. Yəni, insana aid bir anlayışdır. Təbii ki, orada insan satılası deyil. Ona görə everything. You can buy what you want. Hər şey istəsən, baxa bilərsən. Ona görə B bizim doğru variantımızdır. Baxın, burada tərcüməni rahat tapdıq. 22-ci testimizdə sugar and flour is needed for their sahib. Uşaqlar, and bağlayıcısının dəxli yoxdur. Sayılan salimən isim olsa belə, bu zaman deməli, bunun xəbəri cəm olmalıdır. Burada biz nə görürük? Biz burada xəbəri is təkdə görürük. A variantı yanlışdır. Burada zemen, zemeni burada veribdir, men cəmdədir. Bunun xəbəri təkdədir. B variantı da getdi. Deməli, gəlirik C variantına. Most student, mostdan sonra isim cəm gəlməli idi. Əksər şagirdlər olmalı idi. Face, buna görə students olmalı idi. Burada da most student yox. C variantı ona görə getdi. Yəni, orada face üzləşir sözünə, yəni xəbər cəmdə idi, amma students olmalı idi. Orada yanlışlıq var idi. Jack's first days in the infantry were training. Jack'in ilk günü, günləri, baxın, günlər cəmdədir, were
Trying çox çalışırdı. Bu da doğrudur. D variantı deməli bizim doğru variantımızdır. Yenədir. Few people knows. People cəmdədir. Knows xəbərin sonunda s olmamalıydı. Suallarımız azalır. Baxaq 23-cü suala. A friend of had forgotten her jacket, so I gave her. Deyir ki, dostlardan biri unutmuşdu. Nəyi? Baxaq 23-cü sualımıza. Baxın uşaqlar, əvvəla onu deyim ki, burada zem uyğun gəlmir. Your özündən sonra isim istəyir. Beni çıxmışıq. Beni çıxdıq. Sənin dostlarından biri of yours. Of yours olsa daha yaxşıdır. Ours olanmır. Çünki z cümlələrin sonuna düşəndə olmur. A friend of. Burada da a friend of. Bir dənə dost deyir axı burada. A friend of dediyinə görə nə yazmalıyıq bura? Deməli, a friend of yours had forgotten her jacket, so I gave her mine. Aha, burada da aya görə rahatca mine yazırıq. Deyir ki, sizin dostlarınızdan, yəni sənin dostlarından biri jaketini unutmuşdu və mən ona özümünkünü verdim. Ay, burada da mine, özümünkünü verdim. C variantı doğru variantdır. 24-cü testə baxırıq. Academics baxırıq. Investigation. Burada nə olur? Deməli, burada ki, bir balaca qarışıqdır. Böyüdək. Academics investigation had a great impact on ecology, didn't. Baxırıq nəyə? Zeslərə baxırıq. Zos var burada. Deməli, A-nı yazırıq. Çünki birinci o akademiklər, onlar cəmlədirsə burada zeslə verməliyik ya zosla verməliyik. Investigation burada tək olduğuna görə, deməli biz burada nə etməliyik? Biz burada z-lərin üstündən xətt çəkdik. Bu z-lərin üstündən xətt çəkdik. Zaten burada da bu cəm olduğuna görə zətin üstündən xətt çəkərik. Variant qaldı, öz-özünü çıxmış oldu. 25-ci testimizə baxırıq. A paper was used by the secretary. 100 piece of. Aha, burada nədir məsələ? Burada uşaqlar, 100-dən sonra biz bilirik, 100-dir, 1000-dir, milliondir. Bunlar sadə sayılardır, amma ondan sonra gələn isim cəm olmalıdır. Burada pieces olmalıydı. Baxın, burada piece təkdə verildiyinə görə bir yanlışdır. Bir olanları ixtisar eləyək, çıxardaq. Yerdə qalanlara baxaq görək, yerdə qalanlarda nə var? Deməli, a lot of paper, yəni a lot of-dan sonra cəm isim, tək isim gələ bilir. Yəni həm salimən gələ bilir, həm cəm isim gələ bilir. Deməli, a lot of-dan paper, burada kağızdır. Deyir, sekretar tərəfindən çoxlu kağız istifadə olundu. 2 doğrudur, ikimiz doğrudur. Zaten variantların hər birində 2 var. 3 də doğru olacaq. Niyə? Çünki içdən sonra, için həmişə xəbəri tək olar. Hər bir qəzetdə ola bilər. Tək xəbər gəlir, xəbərdə tək. 3 doğrudur. Baxırıq, burada 5-dirmi, yoxsa 4-dürmü? Burada deməli, yoldaşlar, a few pieces of paper, bir də some paper was ola bilər. Deməli, burada 5 doğrudur. Some paper, a few pieces of varsa paper was. A few pieces varsa bunda xəbərcəm olardı. Qaldı ona görə nə? 2, 3, 5. Deməli, doğru variantımız oldu Y variantı. Baxın uşaqlar, burada da bizim essemiz var. Şəkil üzərindən hansı ki, bunu da inşallah yazarsınız. Bura qədər yoldaşlar, bu bizim suallarımızın izahı idi. Ümidvaram ki, hər biriniz üçün faydalı oldu. Burada da yenə göstərildiyi kimi ən az 35 sözdən ibarət olmalıdır. Cümlələri sağlam şəkildə yazmaq lazımdır. Mütləq şəkildə gördüyümüz hər bir
əşyaya, insana, xarakterə adı vermək lazımdır. Cümlədə doğru düzgün zaman zərflərindən istifadə ediriksə əgər, orada doğru düzgün xəbər formaları yazılmalıdır. Belə, bugünlük bu qədər. Növbəti sınaqda görüşənədək.